Hər birinizi salamlayıram. Mən Estelar. Bu gün sizlərə dünya haqqında bilmədiyiniz 7 bilgini verəcəm. İndi isə gəlin çox uzatmayaq, videomuza keçək. Birinci bilgimiz. Dünya əslində bizim bildiyimiz forması, yəni tam dairə şəkilli bir planet deyildir. Hər nə qədər dərsliklərdə və bəzi mənbələrdə tam dairə şəklində olunduğu deyilsə də, əslində bu belə deyil. Dünyanın əsl forması bu şəkildədir və dünyanın bu formada olmasının bir çox səbəbi var və dünyanın bu formasının adı geoid adlanır. İkinci bilgimiz. Sizlərdən dünyadakı əsas oksigen mənbəyini soruşsam, buna bir çoxunuz ağaclar olaraq cavab verəcək. Ancaq dünyadakı oksigenin %80'inin mənbəyi burada gördüyünüz okeanlar və okeanlarda olan bəzi bitkilərdir. Üçüncü bilgimiz. Dünyada olan qızılların ən az 20 milyon tonu bu dəqiqə həll olunmuş formadadır. Ancaq bunları almaq üçün lazım olan vəsait qızılın özündən qat və qat daha bahadır. Dördüncü bilgimiz. Sizə əslində dünyanın özünə məxsus bir səsi olduğunu desəm inanarsınız. Əslində dünyanın səsi belədir. Beşinci bilgimiz. Əslində quruda yaşayan canlılardan çox okeanlarda daha çox canlı yaşayır. Bunu necə isbat edə bilərsən deyirsənsə, hələ okeanların sadəcə %5'i kəşf olunub. Altıncı bilgimiz. Günlər getdikcə uzanır. Hər 100 ildə bir 1.7 milisaniyə uzanır. Yəni bu da bundan 10 milyon il əvvəl bir günün 18 saat olduğunu bizə isbat edir. 7-ci bilgi, yəni sonuncu bilgimiz. Sizdən dünyanın ən uzun dağını soruşsam, bir çoxunuz Everest deyəcəksiniz. Ancaq bunu dünyanın mərkəzindən hesabladığımızda ən uzun dağın Sihim-Bros dağı olduğunu göz qabağına sərir. Bəli uşaqlar, videomuz bu qədər idi. Güman edirəm ki, videomu bəyənmişsinizdir. Bəyəndinizsə bir ədəd like qoymağı unutmayın. 10 like da videonun ikinci hissəsi gələcək. Sağ olun. Mən Estelar.